Noyabrın 7-sində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə açıq günlü olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13 dərəcə, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunun nisbi rütubət isə 70-75% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12 dərəcə, gündüz 18-23 dərəcə isti. Dağlarda gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə isti olacaq.